Bəzi həddindən artıq mərhəmətli və həddindən artıq ağıllı insanlara demək istəyirəm. Baxın, yazırlar ki, bu gilasda quşun da öz payı var. Yəni, bu normal deyil. Yəni, bəziləri normal şəkildə yazır, zarafat mənasında yazır, normaldır. Amma bəziləri səni belə sərt şəkildə ki, bəstirində quşun da payı var. Qardaş, bura baxın, yəni 5%, 10%, 20% heç kim heç nə demirik. Qardaş, biz qəddar insanlar deyilik. Baxın, biz də bilirik quşun da payı var, Allahın yaratdığı canlıdır. Amma hər şeyin bir həddi var da, yəni bu cür yox da, baxın. Burada ümumiyyətlə sağ gilas qoymayıb. Yəni o insanlar bilsəydi ki, bu gilasları yetişdirmək üçün bağ sahibi nə qədər əziyyət çəkir. O əziyyətləri görmədikləri üçün belə rahat yazırlar. Baxın, məntiqlə belə deyək də, onda o məntiqlə biz deyək ki, gilasa dərman vurmayaq. Çünki gilasa dərman vuranda burada qurdları öldürür də. Gilas qurdu var, alma qurdu var. Meyvələrə dərman vurmayaq ki, qurdlar çıxsın, meyvələri yesin. Çünki onlar da Allahın yaratdığı canlılardır. Onların da ruzisi bizim meyvələrimizdədir. Nə bilim, toyuq cücələrimizi qorumayaq ki, tülkülər, çaqqallar yesin ki, onların da ruzisi bizim toyuqlarımızdadır, cücələrimizdədir. Qoyunları qorumayaq, canavar yesin, aparsın. Yəni, bu cür məntiq mən başa düşmürəm, niyə belə yazırlar? Baxın, növbəti ağaca baxaq. Növbəti ağaca baxaq. Baxın. 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 Yəni, mən ruslar demişkən badriyat çəkirəm də. Baxın. Yəni, bu kütləvi zərərdir əslində. Baxın, sağ ümumiyyətlə nəsə bir sağ bir şey qoymurlar, yəni. Kütləvi zərərdir əslində. Və bunun mübarizə metodları var əslində. Sadəcə bu bağ o evlərə, yəni kəndə yaxın olduğu üçün, qonşuluqda evlər olduğu üçün biz o quşqovanları qoya bilmirik. Yəni, insan həyatı daha üstündür, yəni meyvədən, ağacdan. Yəni, biz ona görə insanları narahat etmək istəmirik. Baxın, amma vəziyyət də bu cür olur. Başqa metodlarda o qədər fayda vermir. Başqa mübarizə metodlarda o qədər fayda vermir. Çox deyək, yəni, video uzanacaq sadəcə olaraq. Hələ yetişməklərinə nə qədər var da. Bunun bir 20 günü var hələ. 15-20 gün, 15 gün olsun. Yəni, bu cür davam etsə, axırı hara gedir?